Selam dostlar. İndi isə bir başqa suala toxunmaq istəyirəm. Yəni bir sual ki, ümumiyyətlə bizim istiqlalçı arkadaşlarımızın zehniyyəti ilə tərs gələn bir mövzu, yəni federalizm. Bizlər İranda federalizmi və ya federalist əsasında bir cumhuriyyətin qurulması ilə yerel devletlerin kurulmasını bir türlü milli müqəddəratın təyin olmasında önemli bir addım tanıyırıq və bilirik. Federalizm zehniyyətin meydana gəlməsi İranda, İranın kəsirülmillə bir yapısının olmağı üçün meydana gəlmişdir deyə hər kəsə aydındır. İstiqlalçı dostlarımıza gələndə federal kavramı və İrana gələcək bir demokratik yapının söz konusu olanda istiqlalçı dostlarımızın zikri müsibəti başdır. Xalqımızı tarixdə İranda necə olub, rəsmiyyətə tanınmayıb, zülmə məruz qalıb, türkülük əzilib, Azərbaycan talanıb və güya ki biz federalistlər o adı çəkilən zikri müsibəti qəbul etmirik. Çox xoş yaşamışıq deyirik. Millətimiz də haqq sahibiymiş, indi də gələk federalizm quraq deyə kimi qələmə verirlər. Halbuki Azərbaycan Türk aktivisti, partiyası, təşkilatı siyasi olaraq Azərbaycanın gələcəyinə bir çözüm bulmalıdır. Yəni bu durumu, bu fəlakətli durumdan keçib bir daha düzgün, daha doğru, daha demokratik bir şəraitə keçməliyik ki, bu millət hər bir millət kimi haqq sahibi olsun, siyasi haqq sahibi olsun, kültürel haqq sahibi olsun, yerel haqq sahibi olsun. Ona görə Azərbaycan Türk aktivistləri bir-biri ilə danışanda zikri müsibət lazım deyil. Çünki hər iki tərəf millətimizin başına gələn müsibətdən xəbərdardır. Yalnız çözümlərdən və o çözümlərə dayanan argümanlardan danışmalıyıq. Teori sahədə bu qavramları bəsləyib barındırmalıyıq. Yəni əgərsə düzgün, dərin, geniş teori sahəsində bir gəlişmə olmasa, yəqin bilməliyik ki, Güney Azərbaycanda və ümumiyyətlə Türk toplumunda, İranın siyasi coğrafiyasında bir şey olmayacaqdır. Yəni şuarla, səthi düşüncələrlə, düşünülməmiş şuarlarla heç bir millət bir yerə varmaz. Bir millətin bir değişime ikna olması üçün dərin düşüncə lazımdır. Dərin teori lazımdır. Millətin fərqli kəsimlərin o teoriya qane etmək lazımdır. Və o vasitə ilə dəyişikliyə bir güc əldə edib, o lazımi dəyişikliyi əldə etmək lazımdır. İstiqlal seçimi bir siyasi strateji olaraq və ya federal sistemin gerçekleşmesi İranın siyasi coğrafiyasında bir siyasi strateji olarak Azərbaycana və ümumiyyətlə Türk xalqına səbəb və dəlilə oturmalıdır. Ciddi səbəblər və dəlillərə və argümanlara arxalanmalıdır. Və hər şeydən önəmli olan o siyasi stratejinin əlverişli olması şərtidir. Yəni gerçəkləşməsi üçün imkanı olması gərəkir. Yəni bir siyasi stratejini seçmək, hər siyasi strateji hər kəsin öz baxış pəncərə açısından onun əlverişliliyi şərt olmaq lazımdır. Realitəni görmək lazımdır. Rasyonal bir düşüncəyə dayanan bir stratejiyə düşünmək lazımdır. Siyasətdə əqlaniyyəti və gerçəkçiliyi itirdinsə, ideolojik bir düşüncə əsasında siyasət qurub öz zehni dünyanda bir strateji qura bilirsən. Məsələn, indi kommunistlərlə danışanda onlar işçilərin, proletariyanın o yaşadığı ölkələrdə hakimiyyətə gələcək deyə ondan ötürü mücadilə edirlər. Əcəba Sovyet köçəndən sonra proletariyanın hakimiyyət qurması və yine ölkəni bir partiya sistemin altına gətirmə mümkünmü? Elə bu faktorlara görədir ki, burada istiqlaliyyət Güney Azərbaycana ya federal bir sistemin çərçivəsində Azərbaycana və ya Türklərə haqq qazandırma İranda yalnız və yalnız
əlverişlilik şərti əsasında seçilməlidir. Yəni istiqlaliyyət stratejini seçək deyə, ya federal sistemə gedək deyə. Bu bizim şəxsi iradəmizə bağlı bir şey deyil. Toplumun vəziyyəti hardadır deyə, hangi strateji əlverişlidir, gerçəkləşə bilər, imkan daxilindədir deyə düşünməyimiz lazımdır. İstiqlaliyyət stratejisini seçmə və ya bir federal cumhuriyyətdə hüququnu axtarma dəqiqən o vəziyyətdən, şəraitdən və o əlverişliliyin şərti ilə təyin olan bir faktordur. İstiqlalçı dostlarımızın tamamında yalnız bir söz var. İstiqlal olsa hər şey düzələcək. İstiqlal ən gözəl bir alternativdir. İstiqlal olsa öz əlimiz, öz başımız olacaqdır. İstiqlal olsa Azərbaycan gəlişəcək, özümüz özümüzə qərar verəcəyik. Amma hətta bir nəfər də istiqlaliyyətə hangi şərtlər lazımdır deyə və o şərtlər Güney Azərbaycanın bugünkü durumu ilə uyğundur ya yox, kimsə bir söz, hətta bir cümlə də etmir. Amma federal alternativi, yəni federal cumhuriyyət bizim milli müqəddəratımızın təyin etməsində düzgün bir addımdır deyə düşünməyə gəldiyimizdə istiqlalçı dostlarımız deyirlər ki, federal sistemini kiminlə quracaqsan və onun arxasında gələn cümlə olur. Farslar ki, bizi və millətimizin varlığını rəsmiyyətə tanımırlar, o masada oturacaqlarmı? Və biz federal düşüncə sahibi olanlara sual verirlər. Siz kimlə o masaya, yəni o federal sisteminin müzakirəsi üçün o masada oturacaqsınız? Və hətta dostların biri, adını çəkmək lazım deyil, deyir ki, kimlə federalizm üçün müzakirə edəcəksiniz? Yəni sual belə yönlənir ki, güya müzakirə ilə biz federalizm alacağıq. Müzakirəyə oturan olmazsa federalizm də olmaz deyə düşünülür. Əgər izahatımızı bu son cümlə ilə başlamaq istəsəm, özümdən sora bilərəm və ya dostlara bu sualı verə bilərəm ki, əcəba federalizmin qurulması bir müəyyən masanın başında oturub və Fars xalqının siyasi nümayəndələri ilə müzakirə ilə ələ gələcəkmi? Bu sualın cavabı kəsinliklə xeyirdir. Xeyr, federalizm müzakirə ilə ələ gəlməz. Federalizm yalnız və yalnız siyasi güc balans qurulanda, bax, siyasi güc balansı mərkəzlə çevrənin arasında qurulanda əlverişli olacaqdır. Siyasi güc balansı nədir deyə düşünürsək, İranda bugün bir mərkəz gücü var ki, istəyirlər mərkəzdə bütövçü bir hakimiyyət qurub və necə ki, keçən 100 ildə hakimiyyətin, istimari hakimiyyətini sürdürmüşlər, yenə qeyri-fars xalqları o hakimiyyəti sürdürsünlər. Bu, mərkəzdə olan bir zehniyyətdir. Ümumiyyətdə mərkəzdə olan siyasi güclər belə düşünürlər. Amma hamısı dəqiq elə düşünmürlər. Yəni mərkəzdə olan güc bir güc deyil. Məsəla deyək ki, mücahidin xalqı özləri bir padişahlığa yetişmək istəyirlər. Səltənətçilər özləri padişahlığını qurmaq istəyirlər. Mərkəzdə sollar nə mücahidlərlə və nə səltənətçilərlə işbirliyi etmək istəyirlər. Həman o mərkəz gücləri içində cumhuriyyətçilər var, sağ cumhuriyyətçilər var, sol cumhuriyyətçilər var və az da olursa demokrat cumhuriyyətçilər və ya demokrat federal cumhuriyyətçiləri var. Hala az da olsa var. Bu qrupların və adların, sualların cavabında birində adların çəkib və onların haqqında danışmışam. Bunlar ümumiyyətlə mərkəzçi bütövçü zehniyyətin fərqli güc dallarıdır, güc şaxələridir. Amma bir güc deyil, bunu çox önəmlidir bilməyimiz. Bir güc, yəni bir partiya, bir padişah, bir dini rəhbər deyə tam bu mərkəzçi zehniyyəti qapsamır. Bəlkə fərqli siyasi güclərdən oluşan bir mərkəziyyət var. Yəni nə demək? Yəni bu fərqli olmaları üçün istər-istəmə bir zəfiyyət orada meydandadır. Mərkəzdən xaric, yəni çevrə deyə, qeyri-fars xalqları, türklər, bəluçlar, ərəblər, kürdlər, türkmənlər, giləklər, lojlar və ya başqaları. Tehran və Kərəcin multietnik yapısı, xüsusən türk-fars olması. Bunlar da ümumiyyətlə çevrə siyasi qrup və siyasi gücü təşkil edən qüvvələrdir.
o günkü mərkəz qüvvələri ilə ümumiyyətlə çevrədəki olan qüvvələrin balansı, dəngəsi quruldu. O zaman mərkəz çevrəyə sültə və hakimiyyət quramaz. Ne üçün? Çünki güc balansı, güc dəngəsi bir-birinə dəymiş və güc dəngəsi elə deyil ki, onlar hakimiyyətin bölgələri qursunlar. Onda nə olur? Onda müzakirə məna tapır. Onda güclər bir-birinə qələbə çala bilmədiyi bir halda masaya oturulur. Masaya ondan qabaq oturulmaz. Yəni, başqa deyişlə, gücün varsa, yəni siyasi gücün varsa və bu dəngənin, mərkəz çevrə arasında bu dəngənin qurulmasına şərait vardı isə, o dəngə qurulmuşdur deməkdir. Bugünkü müzakirələr, oturmalar, danışmalar, seminarlar, konferanslar, görüşlər, danışıqlar o dəngə qurulan zamanın geçişinin daha yumuşaq geçiş, daha bədəli az bir geçişlə, daha az maliyyat verməklə siyasi değişim gerçəkləşir. Çünki bu müzakirələrdə, mübahisələrdə, seminarlarda, konferanslarda, görüşlərdə siyasi güclər bir-birinin tanımağı ilə məşğuldular. Bir-biri ilə müzakirə ilə məşğuldular. O siyasi dəngə, adın çəkdiyim daxildə siyasi dəngə mərkəzlə çevrə arasında qurulursa və bu görünürsə ki, mərkəzdən çevrəyə sültə qurula bilməyəcək deyə orada bir başqa müzakirə başlanır. O müzakirə keçiş devrinin daha həzinəsiz geçməsidir. Yəni ölüm, itim olmasın, savaş olmasın, çatışma olmasın deyə o müzakirələr qurulmalıdır. Amma siyasi sistemin qurulması hüquqa dayanmalıdır. Bunun onun müzakirəsinə deyil. Seçim olmalıdır. Seçimdən çıxan məclisdə, müəssis məclisdə anayasa yazılmalıdır. O anayasanın yazılması bizim üçün, yəni qeyri-fars xalqlar üçün həyati önəmi vardır. Orada federalizm anayasaya geçməlidir. Yəni federalizm dediyində nə qədər bölgələrin gücü çox olursa, nə qədər əyalətlərin gücü mərkəz gücü ilə balansda ağırlığı daha çox olursa, İranda yazılan anayasa daha çox bu bölgələrə haqq tanıyacaqdır. Zəif olduğunda isə az haqlar tanınacaqdır. Elə ona görə də bu gündən o gələcək müəssis məclislər nə qədər güclü çıxış etmək mümkündürsə, ona düşünmək lazımdır. Yine sözlərin əvvəlinə qayıdırsaq, İranda genel bir siyasi böhran gəlirsə, İran rejimi dəyişmə ərəfəsinə yetirirsək, orada mərkəz çevrə arası dəngə yerində olursa, bir federal devlətin quruluşuna şərait yaranır və bu sürəc hamısı legal sürəc, imkan daxilində sürəc, əlverişli sürəcdir. Əlverişsizlik nədir? Mənim istiqlalçı dostlarımdan yalnız bir sualım var. Əcəba İran rejimi köçəndə istər-istəməz Güney Azərbaycanın milli müqəddəratının təyin olması üçün bir məclisin qurulması lazımdır. Yəni Güney Azərbaycanın milli məclisi. Və yalnız o, yəni Güney Azərbaycanın milli məclisi Güney Azərbaycanın müqəddəratı nə olsun deyə qərar vermə mandatı və haqqı vardır. Bu haqda keçən danışıqlarımda danışdım, amma indi istiqlaliyyət stratejinin İran şəraiti ilə xalqlar üçün, ələlxüsus Türk xalqı üçün əlverişli olmaması üçün mən bir sualı istiqlalçı dostlarımızla paylaşıram. O bir suala cavabları olursa, başqa sualların bəlkə cavabını rahat tapmaq olur. O sual budur. Əcəba Güney Azərbaycanın Milli Məclisindən istiqlal qərarı çıxırsa, hangi devlət, bu dünyada hangi devlət, hətta Azərbaycanla Türkiyə içində, hangi devlət o Güney Azərbaycanın Milli Məclisə çıxan istiqlal qərarını rəsmiyyətə tanıyacaq? Çün istiqlal elan eləyən bir devləti başqa devlətlər rəsmiyyətə tanımırsa, o devlət heç zaman müstəqil ola bilməz. Örneğin Kuzey Kıbrıs Türk Cumhuriyeti. Örneğin İqlim Kürdistan Irak'ta. Referanduma da gitti, rəy də aldı, amma olamadı. Sualımı yine tekrar edirəm. Əgər Milli Məclisimizdən Güney Azərbaycana istiqlal qərarı çıxdı, hangi devlət bu dünyada o istiqlali rəsmiyyəti tanıyacaqdır?
hər kəs bilir ki, hətta bir dövlət də o dövləti rəsmiyyətə tanımayacaqdır. Azərbaycan dövləti və Türkiyə dövləti daxil. Səbəblər aydındır. Hətta bu günə baxdığımızda Kuzey Kibris Türk Cumhuriyyəti Türkiyədən sonra başqa bir dövlət tərəfindən rəsmiyyətə tanınmayıb. Bu Türk dünyası düzəldi ya, Türk birliği düzeldi ya, o Türk birliği hamısı Kuzey Kibris Türk Cumhuriyeti'nin resmiye tanınması normal bir gelişme değildi mi? Ama tanınıp mı? Hayır, tanınmayıp. Ama federal ve istiqlal şuarı veya strateji haqqda mən hələ əsas sözə və niyə federal cumhuriyyətə bəli, amma istiqlal stratejisinə yox deyirəm, səbəbini indi izah etmək istəyirəm. Bugün Azərbaycan Türk Milli Demokratik Hərəkatımızın ən böyük sorunu, ən böyük məsələsi nədir? Gücsüzlüyü, zəifliyi, təşkilatsızlığı, mediasızlığı, pulsuzluğu, eğitimsizliyi. Ana dilində eğitim yoxdur da. Nə üçün xalqımız bu geniş vasitədə asimilə olma və ya siyasi bilgisizlik durumuna gəlmişdir? Çünki ana dilində təhsil almış. Çün Fars dilində təhsil alır. Bunun da beyni, dünya görüşü, məsələlərin görüşü, dil tərzi ifadəsi oradan alınır və etki altında qalır və asimil olur və ya siyasi bilgisizliyə uğrayır və əmələn mərkəz Fars populizminin qurbanısı olur. Sonucu nə oldu? Hərəkatımızın o dedik mərkəz və çevrə dəngəsi qurmaq üçün güclənməsi lazımdır. Yəni güclənmə nədir? Xalqımızın tək-bətək milli oyanışa uğraması lazımdır. Xalqımız bu hərəkətə cəlb olmaq lazımdır. Hangi xalqımız? Yarım asimili olmuş, bilgisiz adam və İran istibdadi hakimiyyətin qurduğu baskı təsiratını xalqımızdan almaq və ona milli armanlar haqqında zehniyyət vermə. Bu gücsüzlüyün ki adını çəkdim və örnəklərində verdim. Hətta Azərbaycanın özündə Güney Azərbaycanın özündə Tehran və Kərəci demirəm ya türkləri ki İranın fərqli bölgələrində, türk kantonlarında yaşayırlar olar demirəm və ya türkləri ki dağınıq formada qeyri-türk şəhərlərdə yaşayırlar olar demirəm. Azərbaycanı deyirəm. Azərbaycanda lazımi qədər milli oyanış gəlişməmiş, yayılmamış, cəlb edə bilməmiş. Əgər örnək gətirsəm, Kürdistan toplumundan örnək gətirəcəm. Milli məsələnin adı, Kürdistan məsələsi adı gəldiyində hər kəs çıxıb evindən eşiyə çıxıb bir iş görür. Yaşlı qadından tut, işçisin tut, çobanın tut, mühəndisin tut, döktürün tut, çox böyük çoxunluğu %90'dan artıq bəlkə milli oyanışa sahibdilər. Burada siyasi Kürt partiyalarının stratejisindən danışmıram Bu başqa sözdür ki, başqa yerlərdə danışmışıq. Burada bir xalqın milli oyanışı nə deməkdir deyə ondan danışıram. Bilirəm sözüm uzanıb, amma bir neçə cümlədə deyim və bu sözlərimi sona çatdırım. Dediyim kimi, ən böyük zəifimiz hərəkətdə xalqımızı cəzb etmə, xalqımızı oyatma, xalqımızı milli fikri onların içində yaymaqdır, elə deyilmi? Bura gəldiyimizdə bugün istiqlaliyyət sözü və federalizmi sözü burada yetərlidir. Diqqət edin. Bugün, yəni hətta bugün əgər İranda bir siyasi dəyişiklik olsa, türklərin o qədər gücü yoxdur ki, Azərbaycana sahib çıxsınlar. Mərkəz zehniyyəti, yəni mərkəzi siyasi partiyalar deyək, o zehniyyət Azərbaycanda ən güclü cərəyandır bugün. Yəni belə bir vəziyyətdə qalırsaq, İran siyasi böhrana daxil olursa, bizim xalqımız Azərbaycana Azərbaycan kimi sahib çıxa bilməyəcəkdir. Elə ona görədir ki, milli maarifləşmə Azərbaycanda və türk xalqının yanında ümumiyyətlə hər yerdə İranda güclücə getməlidir. Yəni bugün əgər federalizmdən, istiqlaldan danışırıq, İran rejimi bugün dəyişilsə, Azərbaycan nə federal olar, federal olmasa da ki, istiqlal heç zaman olmaz. Yəni bu gücsüz durumda faşist mərkəz gücləri Azərbaycanda daha çox səs qazanırlar. Yəni Azərbaycanda qurulan milli məclisdən danışdıq orada belə əksəriyyət ola bilərlər. Və hətta qurulan o gələcək İranın mərkəzində müəssis məclislərin yapısı belə əksəriyyəti
Fars mərkəzli bütövcü qruplar ola bilərlər. Yəni nə? Yəni hərəkatımız zəif bir durumdadır. Sual budur. Bu aşamada olduğumuzda biz İranın gələcəyində bir yumuşaq stratejini meydana qoyursaq, xalqımızı o hərəkətə cəlb edə bilərik, ya bir radikal stratejini, ya radikal şüar meydana qoymaqla xalqımızı daha çox cəlb edə bilərik. Səmimicə deyirəm, istiqlaliyyət tələbini bu gün meydana qoyduqda öz xalqımızı, hətta Güney Azərbaycanda belə hərəkətdən qaçıtmırıqmı, diskitmirikmi, ülkütmürükmü? Bu fikir, yəni istiqlal şüarı Tehran və Kərəzə gəldiyində və orada meydana gəldiyində nə olur? Azərbaycana qarşı bir negativ təpki formalaşır və yəni mərkəzçi hərəkətə dəstək düzəlir. Nə üçün? Çünki orada həman türklər istiqlal şüarı meydana gələndə onlar istiqlalçı deməyəcəklər. Təcziyə, bölünmə, parçalanma, savaş, ölüm deyəcəklər. Yəni bu şüar altında Türk Milli Hərəkatı Tehranda, Kərəzdə və hətta Güney Azərbaycanın özündə bir geniş kəsimə cəzzabiyyətin əldən verəcək. Xoş gəlməyəcək, qorxacaq, diskinəcək. Yəni bölüşmə, parçalanma, savaş, öldürmə filan demədən əsas məsələ xalqın maarifləşməsi, xalqın bu hərəkətə cəlb olması, xalqın bu hərəkətdən qorxub, usanıb, diskinməməsi, ülkməməsidir. Əsas məsələ bu hərəkətə yaxınlaşmasıdır. Çünki xalq milli şüar tapdıqca bir sırası istər-istəməz istiqlalçı olacaq. Bir sırası istər-istəməz federalçı olacaq. Amma bugün bizim düşüncə metodumuzda əsas məsələ xalqımızın, türklərin milli məsələ və milli oyanışı məsələmiz olmalıdır. Federalçı, istiqlalçı olması deyildir. Örneği yine Kürt hərəkatından verim. Tamam, bu Kürt partiyalar görürsünüz, hamısı federal değiller ama içeride istiqlalçıdırlar. En son zamanda bu Mühtədinin hizb içinde danışmasını həttən səsini YouTube'da gördünüz. Yani yazıp ve yaymıştılar. Orada da istiqlaliyyətdən müdafiə edirdi. Ama partiya programında federalizmdən değil. Niye? Çünkü Kürdistan əvvəl status kazanmalıdır. Kürdistan bir İran içinde devlet kurmalıdır, məclis olmalıdır, anayasası olmalıdır, polis olmalıdır. Ülkenin anayasasında siyasi status kazanmalıdır. Ondan sonra hərəkətə geçməlidir. Dikkat edin, mesela Yugoslavi ülkeler ayrıldılar, neçə ölkə istiqlala yetişdi. Acaba Yugoslavi bir uniter sistem, bir mərkəzli sisteminden idarə olurdu? Yox. Bir federal sistem içinde idarə olurdu. Və bölünəndə də o bölümlər, rəsmi bölümlər bölündülər və istiqlala əl tapdılar. Son sözüm bu. İstiqlaliyyət məfkurəsi və federalizm məfkurəsi İranda Türk xalqına onları əldə etmək deyil indi. İndi o aşamada deyil. İndi yalnız və yalnız xalqımızın ehtiyacı olan şey milli maarifləşmə. İndi bu istiqlaldır, federaldır, soranın sözüdür. O istiqlalı seçen, federalı seçen de öz zehniyyəti və anlayış əsasında milli məfkurə tapandan sonra özü onu seçir ya bunu seçir. Bizim əsli məsələmiz bugün milli hərəkətdə daha çox cəzzabiyyət yaratmadır. Yəni o cəzzabiyyətlərlə xalqımızı ora dəvət edib çəkə bilərik deyə düşünməyimiz lazımdır. Yumuşaq stratejini meydana qoymamız lazımdır. Milli maarifləşirsə özü seçəcək də. İndi bugün baxdığımızda Azərbaycan aktivistlərinə bir sırası federalist, bir sırası istiqlalçı, elə deyilmi? Gələcək milli maarifləşənlər də belə olacaqlar. Ona görə əsas məsələmiz milli maarifləşməyə düşünməyimizdir. Bugün biz Azərbaycanda, Güney Azərbaycanda siyasi sistem qurma ərəfəsində deyirik ki, bir-birimizdən o sistemi qurması üçün mücadilə edək. Bugün milli maarifləşmə və hərəkatın gücünü genişləndirmədir. Yumuşaq olursa daha cəzb olar. Diskidici olmamaq lazımdır. Bugün federalizm və istiqlal sözləri, qavramları, düşüncələri cəzb etmək üçündür, sistem qurmaq üçün deyil. Biz o ərəfədə deyirik, o aşamada deyirik. Ona görə bugün xalqımızı hansı fikri deməklə daha bu hərəkətə meyil göstərməsini gücləndiririk deyə düşünməyimiz lazımdır. Və dəqiqən bu hədəfə görə də biz federalistə barmaq qoyuruq. Sistem qurmaq üçün deyil. Sistem qurmağa, yəni o şərait gəldi, hakimiyyət qurma şəraiti Azərbaycana gəldiyində hər bir siyasi partiya oturub hangi sistem əlverişlidir deyə düşünüb daşınıb və seçməlidir.
bir neçə cümlədə istiqlal və federalizmi nə üçün ələ alıb onun haqqında danışma zərurətini də burada deyim, ondan sonra sözlərimi bitirim. Danışığımın ərəfəsində izah etdiyim Türk-Azərbaycan Milli Demokratik Hərəkatı keçən yüzildə assimilasyon, baskı və hər nədənsə bu istibdadi hakimiyyətlərin nəticəsində zəif durumdadır. Yəni milli hərəkətimiz zəif durumdadır. Diqqətlə baxırsaq, hərəkətin zəif durumda olmasının bir yönü də hərəkatımızın teorik yöndən zəif durumda olmasıdır. Teorik sahədə üzeysəlliğin hərəkat içində yaygınlığıdır. Yəni bu hərəkəti gücləndirən faktor siyasi sahədə teorik açıdan güclənmə, dərinlənmə və genişlənmədir. Yəni bir siyasi hərəkət teorik sahədə bəslənib barındırılmasa və günümüzün elmi metodlarına dayanaraq düzgün stratejik analizlər meydana gəlməsə, hərəkatın cəzzabiyyəti, yəni gəncləri, insanlarımızı cəzb eləmədə güclü olmasa, təbiətən hərəkatımız zəif səviyyədə qalacaqdır. Teorik güclənməsi bu zəifin qaldırması və hərəkatın güclənməsinə səbəb olacaqdır deyə düşünmək lazımdır. Bu açıdan hərəkət duyğusallıq və üzeysəl şüardan rasyonal, əqlani şüarlar və günümüzün modern teoriləri ilə donanması və bəslənməsi lazımdır. Türk-Azərbaycan Milli Demokratik Hərəkatın sıralarına baxdığımızda, eşikdən baxanda, onun ümumiyyətdə şüarlarını diqqət mərkəzinə alanda üzeysəlliyi rahatca görmək olur. Əlbəttə şüarların və fikirlərin hamısı üzeysəl deyil. Amma üzeysəl şüarlar, şablonisti düşüncələr, aksiya deyil, reaksiya dayanan zehniyyətlər, intiqamla bəslənən düşüncələr, reallar deyil, xəyallara dayanan fikirlərin meydana gəlməsi adın çəkdiyim çətinliklərdən bir neçə örnəkdir. İstiqlal federal mübahisəsi də istər-istəməz teorik sahədə dərinləşməmizə də köməklik edir. Eyni halda bu mübahisələr aktivistlərimizin zehnlərində güclü arqumanların meydana gətirilməsində, eyni halda arquman gücü və analiz gücünün artmasına və dərinləşməsinə köməklik eləməkdə faydası var deyə düşünmək lazımdır. Amma bu mübahisənin meydana gəlməsində əsas sözüm o deyil. Əsas sözüm budur ki, milli hərəkatın sıralarında teorik mübahisələri gücləndirmə və federal istiqlal tərəfdarları arasında yaxınlaşmaq üçün, birləşmək üçün, bir güc olmaq üçün bir metod, bir yol bulmaq lazımdır. Tüm bu danışığımın ərəfəsində anlattım və aydınlattım ki, hərəkatımızın ən zəif nöqtəsi onun gücsüz olmasıdır. Və əgər bu mübahisə, istiqlal federal mübahisəsi bu iki düşüncə sahiblərinin yanında yaxınlığa, birliyə və ən azı ortaq bir anlayışa yaxınladırsa, nə mutlu bizə. Zəhmət çəkib məni dinlədiyiniz üçün təşəkkür edirəm.